Hər vaxtınız xeyirli olsun dövlət qulluğuna, vergi orqanlarına, eləcə də bu istiqamətdə hazırlaşan abituriyentlər. Bu dəfə də maraqlı mövzu ilə qarşınızdayım. Xüsusən də mövzu izahımız konstitusiya ilə bağlı olacaq. Mən hər dəfə dərs keçərkən vurğulayıram ki, konstitusiyanı əzbərləmək, ümumiyyətlə qanunvericiliyi əzbərləmək yox, daha çox mahiyyəti üzrə öyrənmək bizə çox fayda verir. Məsələn, testə düşəndə biz görəcəyik ki, bu cümlə bu konstitusiyada yer almır. Və bu baxımdan bu bizə çox kömək edə bilər. Bu baxımdan tövsiyəm odur ki, daha çox çalışın ki, testləri, daha doğrusu qanunvericilik mahiyyəti üzrə öyrənək. Biz bilirik ki, birinci bölmə, Konstitusiyanın əvvəla fəsil olaraq ümumi, daha doğrusu bölmə olaraq ümumi müddəalar və birinci fəsil xalq hakimiyyəti maddə 6 qədər davam edir. Bundan sonra isə başlayır digər bizim artıq bir fəsilimiz, ikinci fəsil dövlətin əsasları. Burada əsas mövzular o formada izah edəcəm ki, siz həm də belə deyim, müsahibədə sizin köməyinizə gəlsin. Dedik ki, ikinci fəsil dövlətin əsasları fəslidir. Fikir verin, qeyd edirik ki, Azərbaycan dövləti e, belə deyək, demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Burada mahiyyətlərə də fikir verək. Demokratik deyərkən nəyə nəzər tutur? Yəni hakimiyyət xalqındır və dövlət idarəçiliyi seçkilərlə müəyyən olunur. Eləcə də insanların seçilmək hüququ var. Dövlət qərarları xalqın iradəsinə əsaslanır. Hüquqilik, yəni burada belə deyək də, demokratikdə yəni dövlət burada öz başına yox, xalqın seçdiyi şəxslər tərəfindən idarə olunur. Hüquqilik nədir? Burada hüquqi dövlət anlayışı var. Yəni vətəndaş da, dövlət orqanları da qanuna tabe olmalıdır. Qanunlar hamı üçün eyni tətbiq olunur. Dövlət məmuru qanunu pozarsa məsuliyyət daşıyır. Vətəndaşların hüquqları hüquqla qorunur və həmçinin məhkəmələr müstəqildir. Yəni qanun qarşısında hamı bir növ bərabərdir. Bu hüquqilik prinsipidir. Fikir verin, bəzən testdə bura qanunu yazırlar. Qanunu yazsa yanlışdır. Çünki bir qanunla dövləti idarə etmək olmaz. Dünyəvilik nədir? Yəni dövlətimiz dünyəvi dövlətdir. Dövlətin idarəçiliyi dinə əsaslanmır. Bu o deməkdir ki, dövlət dini idarə etmir, din dövlətin işinə qarışmır. Hər kəs istədiyi dinə sitayiş etməkdə və yaxud da etməməkdə azaddır. Yəni biz kimisə hər hansı bir dinə sitayiş eləməyə məcbur edə bilmərik. Bu prinsip həm din azadlığı, həm də dövlətin neytrallığını qorumuş olur. Unitar nədir? Unitar dövlət o deməkdir ki, ölkə vahid mərkəzi idarəetmə sistemi ilə idarə olunur. Yəni ayrı-ayrı bölgələrin müstəqilliyi, dövlət statusu, parlamenti və yaxud da konstitusiyası yoxdur. Bütün ölkədə vahid qanunvericilik tətbiq olunur. Azərbaycan federal dövlət deyil, məsələn Amerika kimi, Almaniya kimi unitardır. Yəni vahid dövlətçilik var. Biz bunu baş hərf olaraq DDHU deyirik. Yəni dünyəvi, demokratik, hüquqi, unitar. Yəni yadınızdasa bu qədim Yunanıstanda demos xalq hakimiyyəti ifadəsi vardı. Yəni hakimiyyəti xalq təşkil edir. Bu ifadə sizin oradan gəlmədi. Azərbaycan dövləti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə tərəfdar çıxdığımız beynəlxalq müqavilələrlə yox, beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Bəzən yazırlar beynəlxalq müqavilələrlə məhdudlaşır. Yəni bu ifadə də özlüyündə səhvdir. Beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla. Baxın, burada daxili məsələlərdə yalnız hüquq yazır, hüquqi bəzən qanun yazır. Əgər qanun yazırsa, təbii ki, bu da səhv ifadədir. Burada mahiyyət o deməkdir ki, baxın, yalnız hüquqla dediyimiz odur ki, yəni təkcə qanunla yox, müəyyən mənada ümumi hüquqa bütün prinsiplər, bütün məsələlər daxildir. Azərbaycan Respublikasının dövlət hakimiyyətlərin bölünməsi prinsipi, yəni hakimiyyət bir şəxs tərəfindən həyata keçirilmir. Burada hakimiyyətlər bölünmür. Bölünmə prinsipi əsasında həyata keçirilir. Və burada əsas məsələ ondan ibarətdir ki, bizdə hakimiyyətlər üç qola bölünür.
Üç qol dediyimiz nədir? Qanunverici, icra, məhkəmə hakimiyyətidir. Qanunvericilik hakimiyyəti məlum məsələdə Milli Məclis həyata keçirir. İcra hakimiyyəti prezidentə mənsubdur. Məhkəmə hakimiyyəti isə məhkəmələr həyata keçirir. Bu bölünmə prinsipi odur ki, burada məqsəd hakimiyyət bir şəxsin əlində cəmlənməsin və dövlət idarəçiliyində tarazlıq yaransın. Məsələn, Milli Məclis qanunu yaradır, icra hakimiyyəti qanunu icra edir, məhkəmələr isə qanunu tətbiq edir və qoruyur. Beləliklə, burada hakimiyyətin üç qolu bir-birini tamamlayır, lakin heç biri digərinin üzərində hegemon deyil. Yəni, bu da demokratik dövlətin əsas şərtlərindən biri hesab olunur. Və burada belə bir maddəmiz var. Qeyd olunur ki, bu konstitusiyanın müddəalarına əsasən bəzən bax bu testdə belə düşür, qanun yazılır bura. Qanun yazılsa səhvdir. Çünki biz konstitusiyanın müddəalarına əsasən görürük ki, qanunverici, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir. Bayaq izah elədiyim kimi hər hansı öz prinsipi var. Öz səlahiyyətləri içərisində müstəqildir. Kimsə kimsənin işinə qarışmır. Çünki bunlar öz səlahiyyətlərində müstəqildir. Məsələn, bir cinayət hadisəsi baş versin, hadisə yerinə polis gəlir, müəyyən izahatlar filan, sonra prokurorluq müəyyən məsələlər ehtiyac varsa araşdırır, işi göndərilir məhkəməyə, məhkəmə qanunlara uyğun, yəni Milli Məclisin qəbul etdiyi qanuna uyğun ya bağışlayar, ya həbs edir, ya da başqa bir cəza tədbiri görər. Görürsünüzmü, bunlar bir-birinə sanki kömək eləmiş oldu, amma hərə öz səlahiyyətində müstəqildir. Digər maddə Azərbaycan dövlətinin başçısı maddəsidir, dəyərli yoldaşlar. Burada biz əsas nəyə fikir verəcəyik? Deməli, dövlətin başçısı prezidentdir, Azərbaycan Respublikasının prezidentidir. Prezident ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Burada təmsil edir ifadəsi, yəni prezident dövlətin adından çıxış edə bilər, onun maraqlarını və hüquqlarını həyata keçirə bilər, qərarlarını və mövqeyini belə deyək, başqalarına çatdıra bilər. Baxın, burada var ki, ölkənin daxilində. Daxilində o deməkdir ki, yoldaşlar, məsələn, qanunvericilik orqanı, icra hakimiyyəti və vətəndaşlar qarşısında dövlətin mövqeyini, siyasətini, qanunu, maraqlarını çatdırır. Xarici münasibətlərdir. Bax, görürsünüz, xarici münasibətlərdə. Xarici münasibətlər odur ki, burada digər dövlətlər, beynəlxalq təşkilatlar ilə, yəni bunların qarşısında Azərbaycan dövlətinin rəsmi mövqeyini ifadə edir və onun adından qərarlar qəbul edir. Qısacası, Azərbaycan dövlətinin səsini və siması rolunu prezident oynayır. Sonra xalqın vahidliyini təcəssüm etdirir, həmçinin dövlətçiliyin varisliyini təmin edir. Baxın, vahidliyin təcəssüm etdirmək o demək ki, prezident ölkədəki bütün vətəndaşların maraqlarını, istəklərini, eləcə də birliyini rəsmi şəkildə əks etdirir. Yəni prezident bir növ xalqın birliyinin siması və xalqın qoruyucusu rolundadır. Dövlətçiliyin varisliyini təmin edir o demək ki, Azərbaycan dövləti tarixi, eləcə də hüquqi baxımdan davamlı bir dövlətdir. Dövlət quruluşu, qanunları, səlahiyyətləri və simvolik atributları nəsildən nəslə ötürülür və prezident məhz bu varisliyi qoruyur. Sonra digərində görürük ki, Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü, eləcə tərəfdar tutduğumuz beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır. Hətta burada bir də təminatçı davam eləyir. Həmçinin məhkəmə hakimiyyətinin yox, məhkəmə hakimiyyətinin dəyərli yoldaşlar, müstəqilliyinin təminatçısı rolundadır. Baxın, burada testdə bəzən dövlət müstəqilliyinin yerinə suverenliyi salırlar. Yadınızda saxlayın ki, dövlətlə bağlı nə görsəniz müstəqillikdir. Suverenlik, xalqın suverenliyi ikinci maddə ki var idi, ona aiddir. Dövlətin müstəqilliyi deyərkən onu nəzərdə tutur ki, yəni Azərbaycanın azad və suveren dövlət olaraq qalması, eləcə də heç bir başqa ölkə Azərbaycanın daxili məsələlərinə qarışa bilməz və prezident bu müstəqilliyi qorumağa cavabdeh şəxsdir. Ərazi bütövlüyü odur ki, Azərbaycan torpaqlarının bölünməzliyi, heç bir hissəsinin işğal olunmasına, ayrılmasına, eləcə də başqa dövlətə verilməsinə yol vermir prezident. Həmçinin prezident bu bütövlüyü qorunmasının təminatçıdır, təminat verir. Beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısı deyərkən, yəni Azərbaycan həm beynəlxalq müqaviləyə qoşulur, həm də bu anlaşmalara əməl olunmasını bir növ prezident təminatçılıq verir. Yəni ölkə beynəlxalq öhdəlikləri yerinə yetirməlidir, əgər ona tərəfdar çıxıbsa. Məhkəmə hakimiyyəti ilə bağlı isə bu axırıncı cümlə ilə bağlı
Bu o deməkdir, prezident məhkəmələrin sərbəst, eləcə də ədalətli işləməsinə bir növ cavabdehdir. Yəni prezident təminatçılıq edir ki, hakimlər qərarları qanunlara əsasən heç bir təzyiq olmadan verirlər. Eləcə də məhkəmələr icra və qanunverici hakimiyyətin təsiri altında olmasın. Yəni məhkəmə sistemi azad olsun, eləcə də qanunlara uyğun fəaliyyət göstərsin. Qısacası prezident ölkədə ədalət mühakiməsinin heç bir tərəfin təsiri olmadan işlənməsinə bir növ təminatçı olan şəxsdir. Silahlı qüvvələr, biz silahlı qüvvələri iki məqsəd üçün yaradırıq. Həm öz təhlükəsizliyimizi, həm də müdafiəmizi. Təhlükəsizlik yəni hər zaman, yəni sərhəd xidmətimiz var, digərləri, yəni bu ölkənin təhlükəsizliyini qoruyur. Müdafiə odur ki, hücum olarsa, onun qarşısını almaqdan ötürüdür. Yəni dövlətin təhlükəsizliyini təmin etmək, belə desək, ölkənin daxili və xarici təhdidlərini qorumaq üçün silahlı qüvvələr adlı hərbi qurum formalaşdırılır. Bu dövlətin öz müdafiəsini təmin etməsi üçün əsas vasitə hesab olunur. Yəni Azərbaycan dövləti özünü qorumaq, ölkənin təhlükəsini təmin etmək üçün silahlı qüvvələri yaradır. Həmçinin silahlı qüvvələr burada qeyd edilir ki, yəni silahlı qüvvələr Azərbaycan ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Yəni silahlı qüvvə təkcə Müdafiə Nazirliyinə tabe olan ordu deyil, əlavə olaraq bizdə digər silahlı qurumlar var. Məsələn, daxili qoşunlar, eləcə də dövlət sərhəd xidməti, yəni digər qoşun növləri də bizdə var. Oradan əlavə olaraq dövlətin təhlükəsizliyini qoruyan müxtəlif silahlı strukturlar da həmin silahlı qüvvələrin tərkibinə daxildir. Qısa desək, Azərbaycan təhlükəsizliyini qoruyan əsas qüvvə ordudur, amma onunla yanaşı başqa silahlı birliklər də silahlı qüvvələrə daxildir. Biz müharibəni respublika olaraq rədd edirik. Nəyə görə rədd edirik? Başqa dövlətlərin müstəqilliyinə qəsd kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni biz rədd edirik. Yəni Azərbaycan heç vaxt başqa dövlətlərin müstəqilliyini əlindən almır, onu işğal etmək məqsədilə müharibə aparmır. Azərbaycan beynəlxalq problemlərin və ya dövlətlərarası mübahisələrin həlli üsulu kimi də müharibəni seçmir. Yəni Azərbaycan müharibəni təcavüz vasitəsi kimi və ya da konfliktlərin həlli üsulu kimi tanımır. Azərbaycan heç kimin müstəqilliyinə dediyim kimi qarşı çıxmır, mübahisələri müharibə ilə həll etmir. Məsələn, Adi Qarabağ münaqişəsi 30 ildən davam etdi, düzdürmü? Biz birdən-birə müharibə ilə başlamadıq ki, neynədik? Danışıqlar apardıq və s. və axır Ermənistanın digər təcavüzkar siyasətinə cavab olaraq biz bu müharibəyə sanki bizi məcbur elədi. Prezident də silahlı qüvvələrin ali baş komandandır. Yəni bu o deməkdir ki, ölkənin bütün ordusuna və silahlı qüvvələrinə ən yüksək rəhbəri prezident eləyir. Ordu ilə bağlı ən vacib qərarlar, məsələn, səfərbərlik, hərbi vəziyyət, eləcə də müdafiə strategiyası, əməliyyatlarla bağlı əsas qərarları verən prezidentdir. Bütün hərbi qurumlar son nəticədə prezidentin əmrinə tabedir. Dəyərli yoldaşlar, beynəlxalq münasibətlərin prinsiplərində deyilir ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasına qurulur. Yəni Azərbaycan digər ölkələrlə olan münasibətlərini beynəlxalq hüququn qaydalarına uyğun həyata keçirir. Yəni dövlətlər arasında davranış qaydaları necə müəyyən edilibsə, Azərbaycan da həmin prinsiplərə uyğun davranır. Məsələn, müstəqilliyə hörmət, sərhədlərin toxunulmazlığı, qarşılıqlı əməkdaşlıq, sülh yolu ilə müəyyən münasibətlərin qurulması və s. Məsələn, biz Türkiyə ilə dostluq münasibətimiz var. Digər ölkələrdən sadəcə qonşuyuq deyə, sərhəd deyə qonşuluq münasibətimiz var və yaxud da Avropa ölkələrlə münasibətlər müəyyən qədər fərqlidir. Yəni belə deyim, hüququn normalarına hamılıqla bütün ölkələrin qəbul etdiyi beynəlxalq normalarını nəzərdə tutan prinsip əsasında qururuq münasibətləri. Ərazi maddəsi ən vacib maddələrdən biridir. Bəzən testdə belə düşür ki, Azərbaycan Respublikasının ərazisinin statusu necədir? Vahiddir, toxunulmazdır, bölünməzdir, VTB, yəni baş hərflərini qeyd eləmişəm bura. Vahid o deməkdir ki, Azərbaycan ərazisi bütöv bir parçadır, heç bir hissəsi ayrıca bir ölkə kimi ayrılıb idarə oluna bilməz. Toxunulmazlıq odur ki, heç bir dövlət və yaxud da qüvvə Azərbaycanın torpağına sahib çıxmaq, işğal eləmək və yaxud da dəyişdirmək hüququna malik deyil. Bölünməzlik odur ki, dəyərli yoldaşlar, Azərbaycan torpaqları hissələrə ayrılıb başqa ölkələrə heç bir halda verilə bilməz. Heç bir region ölkələrdən
heç bir region ölkədən ayrıla bilməz. Yəni heç bir regionumuzu, nə bilim, hər hansı bir rayonumuzu ölkəmizdən ayırmaq olmaz. Yəni qısacası Azərbaycan ərazisi bütövdür. Heç kəs tərəfindən dəyişdirilə, bölünə və yaxud da zəbt oluna bilməz. Digər məsələ Azərbaycan Respublikasının ərazimizə daxil olan bizim daxili sulardır. Xəzər dənizinin gölünün respublikamıza mənsub olan bölməsidir. Bir də respublikamızın üzərindəki hava məkanıdır ki, ərazimizin tərkib hissəsidir. Daxili sular, yəni burada ölkə sərhədləri içində qalan bütün çaylar, göllər, su hövzələri Azərbaycan ərazisinə daxildir. Xəzər dənizinin Azərbaycana aid olan bölməsi, yəni Xəzərdə Azərbaycanın sahili boyunda sahib olduğu sektorlarda ölkə ərazisi sayılır. Hava məkanına gəlincə isə yoldaşlar, Azərbaycanın yəni ərazisindən yuxarıda olan ölkəsinə daxil olan hava məkanı bizim ərazimizin tərkib hissəsidir. Qısacası yalnız təkcə quru sərhədlərimiz deyil, su hövzələri, hava məkanı Azərbaycanın rəsmi bir hissəsi sayılır. Azərbaycanın belə deyək, torpağı da, suyu da, səması da hamısı birlikdə ərazimizi təşkil edir. Bu hissəyə xüsusən diqqət edin. Testdə bu bax belə də düşməlidir. Xəzər dənizi gölü. Yəni Xəzərin statusu həm dəniz, həm də göl kimi təsdiq olunub. Bu belə də yadda qalmalıdır. Ərazimiz özgənlikləşdirilə bilməz və ərazimizin heç bir hissəsi heç bir şəkildə kimsəyə verilə bilməz. Hə, əgər Milli Məclisin qərarı olarsa, bütün əhali arasında referendum keçirməklə xalqımızın iradəsi əsasında dövlət sərhədlərimiz dəyişdirilə bilər. Yadınızdadsa, biz keçmişdik, yalnız konstitusiya ilə həll olunan məsələlər, yalnız konstitusiya. Biri yalnız referendumla həll olunan məsələlər. Biri konstitusiyanın qəbulu, dəyişiklik edilməsi də dövlət sərhədlərinin dəyişdirilməsidir. Bax, həmin məsələdir bu. Milli Məclis qərarı olur, bütün əhali arasında referendum keçirməli ola bilər. Ərazinin özgənlikləşdirilə bilməz deyərkən, yəni bu özgənlikləşdirilə bilməz o deməkdir ki, Azərbaycanın torpağı heç kimin mülkiyyətinə çevrilə bilməz, başqa ölkəyə verilə bilməz. Yəni heç kimsəyə verilə bilməz o mənada ki, dövlət öz torpaqlarının hər hansı bir hissəsini satmaq və yaxud da hədiyyə etmək səlahiyyətinə malik deyil. Sərhəd dəyişdirilə bilər dediyimiz kimi xalqın razılığı ilə əgər torpaq dəyişdirməli olsa, bunu yalnız Milli Məclis qərar qəbul edir. Bütün əhali, yəni bütün respublika vətəndaşları referendumlar razılığa gəlir, o halda olur. Azərbaycan torpağı qorunur, yəni onun yalnız xalqın razılığı ilə dəyişdirmək olar. Dövlətin ali məqsədi yoldaşlar. Bu boyda Azərbaycan dövlətinin cəmi iki ali məqsədi var. Söhbət ali məqsəddən gedir. Birincisi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, bir də vətəndaşlarımızın layiqli həyat səviyyəsinin təmin edilməsi. Deməli, burada hüquq və azadlığın təmin edilməsi o mənada ki, məsələn, söz azadlığı, təhsil almaq hüququ, sağlamlıq hüququ və s. Həmçinin layiqli həyat səviyyəsinin təmin edilməsi o mənada ki, insanlar yaşamaq, işləmək, sağlamlıq, maddi rifah baxımından normal şəraitə malik olmalıdırlar. Qısası, Azərbaycan dövləti üçün ən vacib şey insanların hüquqlarını qorumaq və yaxşı həyat şəraiti yaratmaqdır. Burada qeyd olunur ki, bu konstitusiyamızda sadalanan insan və vətəndaş hüquq və azadlıqları respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq olunur. Burada ehtiyatlı olun, konstitusiyanın yerinə qanun yazılır, nə bilim prezidentin fərmanı yazılır, sərəncam yazılır. Yəni bu konstitusiyada sadalanan söhbətidir. Buna fikir verin. Yəni ki, konstitusiyada göstərilən bütün hüquq və azadlıqlar, məsələn, söz azadlığı, təhsil hüququ, sağlamlıq hüququ və s. bunlar belə deyək də Azərbaycan Respublikamızın qoşulduğu beynəlxalq müqavilələrə uyğun həyata keçirilir. Yəni Azərbaycan yalnız daxili qanunlarla deyil, həm də beynəlxalq öhdəliklərə uyğun olaraq vətəndaşların hüququnu qoruyur. Yəni qısası Azərbaycan vətəndaş hüquqlarını həm ölkə qanunlarına görə, həm də beynəlxalq hüquqa uyğun təmin edir. Dəyərli yoldaşlar, növbəti maddəmiz mülkiyyət maddəsidir. Biz gələcəkdə hələ mülkiyyət hüququ maddəsində keçəcəyik. Bu maddə o maddə ilə fərqlidir. Orada biz hüquqlarımızı keçəcəyik. Burada isə sadəcə anlayışlar, müəyyən anlayışlar, dövlətlə bağlı anlayışlardır. Mülkiyyət toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin toxunulmazlığı o deməkdir ki, yəni hər kəsin belə deyək, şəxsi əmlakı ola bilər. Bunlar qorunur və kimsə zorla onu ala bilməz. Şəxsi əmlak məsələn torpağı ola bilər, evi, pulu, əşyaları və s.
Dövlət tərəfindən müdafiə olunmaq o deməkdir ki, yoldaşlar, əgər kimsə başqa şəxsin mülkiyyətinə qanunsuz müdaxilə edəsə, təbii ki, dövlət onu qoruyur və qanuna müvafiq tədbirlər görür. Yəni hər kəsin şəxsi əmlakı qanunla qorunur və dövlət onu müdafiə edir. Mülkiyyətin növləri var, dəyərli yoldaşlar. Dövlət mülkiyyəti, xüsusi bələdiyyə, yəni DXB biz buna qısa deyirik. Dövlət xüsusi bələdiyyə, şəxsi mülkiyyət, özəl mülkiyyət anlayışları konstitusiyada keçmir. Yəni onu əvəz edən xüsusi mülkiyyətdir. Qısacası dostlar, dövlət mülkiyyəti dövlətə aid olan torpaq, bina, müəssisə, digər əmlakdır. Xüsusi mülkiyyət fərdi şəxslərə, ailələrə, şirkətlərə aid olan əmlakdır. Bələdiyyə mülkiyyəti isə şəhər və kənd bələdiyyələrinə aid olan əmlak və resurslardır. Məsələn, parklar, bələdiyyə binaları, kommunal obyektlər və s. Burada belə bir cümlə var, müddəa var. Mülkiyyətdən insan və vətəndaş hüquqları, azadlıqları, cəmiyyətin və dövlətin mənafeyi, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə oluna bilməz. Yəni yoldaşlar, insan vətəndaşların belə deyək, hüquqlarına, azadlıqlarına zərər vermək üçün mülkiyyətdən istifadə etmək olmaz. Həmçinin, məsələn, başqasının hüququnu pozan biznes fəaliyyəti qadağandır. Həmçinin cəmiyyətin və dövlətin maraqlarına zidd hərəkət üçün də mülkiyyətdən istifadə olunmaz. Məsələn, ətraf mühiti çirkləndirmək və yaxud da ki, qanunsuz fəaliyyət üçün əmlakdan istifadə eləmək yol verilməzdir. Şəxsiyyətin ləyaqəti əleyhinə o deməkdir ki, yəni insanı alçaldan, təhqir edən və yaxud da zərər verən fəaliyyət üçün də mülkiyyətdən istifadə eləmək qadağandır. Qısası, mülkiyyətdən yalnız qanuni və əxlaqi məqsədlər üçün istifadə olunmalıdır. Başqasına və cəmiyyətə zərər vermək üçün deyil. Təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur, məlum məsələdir və burada hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafeyinə xələl gətirməməlidir. Nədir təbii ehtiyatlar? Təbii ehtiyatlara daxildir, məsələn, neft, qaz, su, torpaq, meşə, yeraltı sərvətlər və s. Yəni, heç bir şəxsin şəxsi mülkiyyəti bunlar ola bilməz. Dövlət bu ehtiyatlardan istifadə edəndə və yaxud da onları idarə edəndə hər bir insanın və şirkətlərin hüququnu gözləyir, pozmayır. Başqa sözlərlə desək, təbii ehtiyatlar dövlətindir, amma dövlət onlardan istifadə edərkən heç kimə ədalətsiz yanaşma sərgiləmir. Deməli, 15-ci maddə iqtisadi inkişaf və dövlətdir, 16-cı maddə isə sosial inkişaf və dövlətdir. Burada kiçik bir məna fərqi var. İqtisadi inkişaf və dövlətdə daha çox iqtisadi məsələlərdən söhbət edəcəyik. Sosial inkişaf və dövlətdə elm, təhsil və bu kimi sosial məsələlərə toxunacağıq. Azərbaycan Respublikasında iqtisadi inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Nədir müxtəlif mülkiyyət növü? Biz bayaq qeyd elədik mülkiyyət maddəsində mülkiyyətin üç növü olduğunu qeyd elədik. Yəni DXB hətta dedik, dövlət xüsusi bələdiyyə. Heç müxtəlif sözün yazmaz yazar dövlət xüsusi bələdiyyə mülkiyyət növünə əsaslanır. Bu da düzdür. Burada yoldaşlar, yəni Azərbaycanın iqtisadi həm dövlət mülkiyyətinə, həm xüsusi, həm də bələdiyyə mülkiyyətinə mülkiyyət üzərində qurula bilər. Bu müxtəlif mülkiyyət formalarını birlikdə işləyərək xalqın daha yaxşı yaşamasına, rifahın artırılmasına xidmət etdiyini göstərir. Azərbaycan dövləti bazar münasibəti əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Azad sahibkarlığa təminat verir, təmin edir yox ha, təminat verir. İqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Yəni dövlət bazar iqtisadiyyatını dəstəkləyir. Burada rəqabət olsun, yəni belə deyək, inkişaf olsun, sahibkarlıqla məşğul olmaq azad olsun. Dövlət bax bunu qoruyur. Heç kim bazarı tək başına ələ keçirməsin, yəni inhisarçılıq olmasın, ədalətsiz rəqabət olmasın. Məsələn, iki nəfər dönər satır, biri dönəri 2 manata verir, biri 50 qəpiyə verir. Amma 50 qəpiyə verən dönəri daha keyfiyyətli eləyir, daha yaxşı. Məlum məsələ ki, bu 50 qəpiyə verən əslində bunun mayası 1 manatdır. 50 qəpiyə verməklə 2 manatlığı bazardan çıxarıb özün yerləşdirmək istəyir. Bax, bu haqsız rəqabətdir. Bunu etmək olmaz. Və yaxud da ki, eyni məhsulu iki market satır, biri deyir ki, ən yaxşısı bizdədir. Axı, eyni səviyyəli məhsuldur. Bu da haqsız rəqabətdir. Sosial inkişaf və dövlətdə isə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Yəni, dövlət insanların yaxşı yaşamasına çalışır,
ehtiyacı olanlara sosial yardım göstərir, hər kəsin normal, layiqli həyat səviyyəsi olsun istəyir və bunu təmin etmək dövlətin əsas vəzifələrindən biri hesab olunur. Burada fikir verin, testdə düşür ki, Azərbaycan dövləti nələrin inkişafına yardım göstərir? Mədəniyyət, təhsil, səhiyyə, elm, incəsənət. Məsələn, burada götürüb incəsənət yerinə ədəbiyyat yaza bilər. Nə bilim, elmi yerinə tarix yaza bilər. Baxın, necədirsə elə olmalıdır. Dövlət nə edir? Ölkənin təbiətini, xalqın tarixini, maddi və mənəvi irsi qoruyur. Testlərin birində bax bu iki sözü silmişdi, yerinə yazmışdı ölkənin tarixini qoruyur. Ölkənin tarixi deyil axı burada təkcə. Ölkənin təbiətidir, xalqın tarixidir. Yəni, dəyərli yoldaşlar, dövlət insanların savadlı, sağlam, mədəni inkişafı üçün çalışır. Təbiəti və xalqın dəyərlərini qorumaq da dövlətin borcu siyahısındadır. Digər maddə ailə, uşaqlar və dövlət maddəsidir. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Baxın, əsas örnəyi demir ha, özəyi deyir. Və yeganə konstitusiyada maddə ki, xüsusi himayə, xüsusi sözü bir dənə burada çəkilir. Himayəsindədir sözü var, hətta bu maddə belə var. Amma xüsusi himayəsindədir, buradadır. Yəni, yoldaşlar, bu cümlə o deməkdir ki, ailə cəmiyyətin ən vacib, əsas təməl qurumu sayılır. Buna görə də dövlət ailəni qoruyur və ona diqqət, qayğı göstərir. Yəni dövlət ailənin möhkəmlənməsini, rifahını, uşaqların sağlam böyüməsi üçün tədbirlərin görülməsini, qanunları müdafiə edir bu istiqamətdə. Burada qeyd olunur ki, yoldaşlar, uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Yoldaşlar, bu maddə uşaqların tərbiyəsi, qayğısının valideyn əsas məsuliyyəti olduğunu bildirir. Yəni, valideynlər uşaqların sağlam böyüməsi, təhsili, tərbiyəsi üçün müəyyən, belə deyim də, öhdəliyi var, öhdəlik daşıyır. Həmçinin dedik ki, uşaq hüquqlarının həyata keçməsinə dövlət nəzarət edir. Yəni, bu müddəa ilə bildirilir ki, uşaqların hüquqlarının qorunması, təmini dövlətin məsuliyyətidir. Yəni, uşaqların təhsili, sağlamlığı, təhlükəsiz və digər hüquqları dövlət tərəfindən qoruyur. Dövlət yoxlayır ki, görək uşaq hüquqları pozulurmu? Pozulursa müdaxilə eləsin. Yəni, uşaqların hüquqlarını həm valideyn, həm dövlət tərəfindən qorunur. Amma dövlət bu hüququn həyata keçirilməsinə bir növ nəzarət verir. Nəzarət olmalıdır ki, özbaşınalıq olunmasın, uşaq əməyi istismar olunmasın və s. Və burada qeyd edilir ki, uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsini dövlət nəzarət edir. Yəni, o mənada ki, yoldaşlar, burada həmçinin tərbiyə məsələsi, uşaqlar düzgün tərbiyə almalıdır. Uşaqlar yanlış istiqamətə yönəlməməlidir. Valideynləri və qəyyumları olmuyor. Yəni, valideyn atası, anası, qəyyum isə ata-ana yoxdursa, onun əmi, dayı, digər belə deyim də himayəsinə götürən, valideyn qayğısından məhrum olan uşaqlar, bunlar da dövlətin himayəsində hesab olunur, yoldaşlar. Yəni, biz buradan anlayırıq ki, belə deyək, əsas məsələ burada yoldaşlar, valideynləri olmayan, valideyn qayğısına mərum olmuş uşaqların qorunması və baxımı dövlətin üzərinə düşür bir növ. Yəni, belə uşaqlar dövlət tərəfindən himayə olunur. Onlara ev, təhsil, sağlamlıq xidməti və digər qayğı göstərilir. Yəni, dövlət bu uşaqların hüquqlarını və normal həyat şəraitini təmin edir. Uşaqların, yəni uşaqları onların, yəni söhbət uşaqlardan gedir, onların həyatına, sağlamlığına və yaxud da mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb eləmək qadağandır. Yəni, burada bu maddə göstərir ki, uşaqların təhlükəsizliyi və sağlamlığı hər şeydən önəmli hesab olunmalıdır. Ona görə də uşaqların həyatı, sağlamlığı, mənəviyyatı üçün zərərli olan işlərdə, fəaliyyətlərdə işləməyə, eləcə də bu kimi fəaliyyətlərdə iştirak etməyə məcbur edilə bilməz. Məsələn, ağır fiziki işlər, təhlükəli istehsalat, uşaq əməyinin istismarı, mənəvi baxımdan zərərli işlər, məsələn, zorakı və ya əxlaqsız fəaliyyətlər. Sadə dillə desək, uşaqlar qorunur və onları təhlükəli işlərdə işlətmək qadağan hesab olunur. 15 yaşına çatmamış uşaqlar işə ötürülə bilməzlər. Bu müddəa deyir ki, 15 yaşdan kiçik uşaq işə qəbul edilə bilməz. Məqsəd burada uşaqların təhsildən və sağlamlıq
sağlamlıq inkişafından uzaqlaşmasının qarşısını almaq, onların bədən və ruhi sağlamlığını qorumaqdır. Yəni 15 yaşına çatmamış uşaqlar yalnız təhsil ala bilər, istirahət edə bilər, uşaq kimi yaşamalıdır. İşləmək isə onlara qadağandır. Hətta biz təhsil hüququnda qeyd eləyəcəyik ki, ümumi orta təhsil, yəni icbarilik orada var. Yəni 9-a qədər bu təhsil alınmalıdır. 15 yaşdan aşağı uşaqlar artıq 9-cu sinifdən aşağı sayılır. Yəni bunlar hamısı nəzərə alınır. Din və dövlət maddəsi digər maddəmizdir, yoldaşlar. Bu da ən vacib maddələrdən biri hesab olunur. Digitayzerimiz yazmağa çalışdı. Əhə. Din və dövlətdir. Respublikamızda din dövlətdən ayrı hesab olunur. Yəni din dövlətlə birləşmir və bütün dini etiqadlar, baxın, dinlər yazır testdə, səhvdir bu. Dini etiqadlar qanun qarşısında bərabərdir. Testdə bəzən qanun yerinə məhkəmə yazır, qanunvericilik yazır. Ümumiyyətlə bu qanunvericilik sözünə gələndə konstitusiyamızda yalnız bir yerdə qanunvericilik var. Yəni qanun heç bir yerdə qanunvericiliklə müəyyən olunur deyə bir şey yoxdur və yaxud da qanunvericilik qarşısında bərabərdir deyə bir şey yoxdur. Bəzən qanun yerinə hüquq yazır. Bax bunlardan ehtiyatlı olun. Baxın, burada demək istəyir ki, yəni Azərbaycan Respublikasında dövlət və din ayrı-ayrı sahələrdir. Yəni dövlət dini idarə eləmir, dini qərarları qəbul eləmir. Eyni zamanda bütün dinlər qanun qarşısında bərabər hesab olunur. Yəni hər bir vətəndaş istədiyi dinə inana bilər, inanmaya bilər. Bunun belə bir hüququ var və heç kim bu səbəbdən ayrı seçkiyə məruz qala bilməz. Yəni biz İran dövləti deyilik ki, burada İslam dinini qəbul etmədə kimisə assınlar, güllələsinlər. Belə bir şey yoxdur. Yəni dövlət dinə qarışmır və hər kəsin dini seçimi var, dini seçim azadlığı var. Burada qeyd olunur ki, insan ləyaqətini alçaldan və insanpərvərlik prinsiplərinə zidd olan dinlərin dini cəryanları yaymaq, təbliği qadağandır. Bəzən bura insanpərvərlik yoxdur, insanpərəstlik yazırlar. Pərəstlik. Bu insanpərvərlikdir, diqqətli olun. Yəni dostlar, dövlət təhlükəli və zərərli dini fəaliyyətin qarşısını alır. İnsanları aldatmaq və yaxud da onlara zərər vermək məqsədilə istifadə olunan dini ideyaları qanunsuz sayır. Bəzən deyirlər, din bunu deyir, əslində din elə şey demir. Bax bu formada dövlət buna qarışır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Yəni yoldaşlar, təhsil dini təhsildən müstəqildir, dünyəvidir. Bu o deməkdir ki, məktəblərdə təhsil verən zamanı dinə yox, elmi biliklərə, ümumi təhsil standartlarına əsaslanır. Uşaqlara müəyyən bir dini öyrətmək məqsədi güdmür təhsil. Bir də Konstitusiyamızda 42-ci maddə var, təhsil hüququ. Baxın, bu da adı təhsil hüququdur deyə bəzən tələbələr bunu qarışdırır. Götürür, din, məsələn, soruşur ki, təhsil hüququ maddəsinə aiddir. Götürür, bunu ora hesab edir. Amma bu din və dövlət maddəsinə aiddir. Eləcə də bunu dırnağa alır. Deyir, bax, bu ifadə, yəni dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu hansı maddəyə aiddir? Tələbələr bunu təhsil hüququ maddəsinə aid edir. Qarışdırırlar. Diqqətli olun. Digər maddə pul vahidi. Bizdə pul vahidi, Respublikamızın pul vahidi manatdır. Pul nişanlarının, baxın, pulların yox ha, pul eskizlərinin falan yox, nişanlarının tədavilə, yəni dövriyyəyə, dövriyə sözü düşsə səhvdir ha bu. Dövriyyəyə buraxılması, tədavilə buraxılması, tədavidən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Mərkəzi Bank da dövlətin müstəsna mülkiyyəti hesab olunur. Yəni dostlar, yəni başqa heç kim pul çap eləyə bilməz və yaxud da qanunsuz dövriyyəyə pulu çıxara bilməz. Eyni zamanda Mərkəzi Bank dövlətin mülkiyyətindədir. Yəni dövlət bu bankın sahibidir. Onun fəaliyyətinə birbaşa nəzarət edir. Müstəsna, bax bu sizə fikir verin və s. Bu mənsubdur sözü var. Konstitusiyamızda bütün nə görürsə, bəzən tələbə məxsusdur sözü ilə qarışdırır. Mənsub aidlik, təklik bildirir. Mənsub isə daha çoxluq bildirir. Yəni bu sözlər hamısı mənsubdur. Harda görsəniz bu məxsus yox, mənsubdur. Bizim ərazimizdə manatdan başqa, yəni Respublikamızın ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilir. Yəni yoldaşlar, alış-verişdə, xidmət haqqı ödənişində və digər pul əməliyyatlarına yalnız manat qəbul edilir. Digər valyuta qanuni ödəniş vasitəsi kimi hesab olunmur. Məsələn, sənin dolların varsa, aptekdən dərman ala bilməzsən. Onu valyuta dəyişmə məntəqəsində dəyişirsiniz, sonra gəlib alış-verişinizi edirsiniz. Dövlət borclarına qoyulan məhdudiyyətlər əslində bu maddə sanki zaten belədir praktikası, amma
Yəni olmasaydı mən düşünürəm bu maddə bir şey dəyişmir, amma olmağı daha da konkretləşdirir konstitusiyanı. Burada qeyd olunur ki, Azərbaycan dövlətinə qarşı qiyama, dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz. Yəni yoldaşlar, hər hansı qrup və yaxud da hər hansı şəxs dövlətimizi çevirmək məqsədi üçün hər hansısa bir ölkədən kimdənsə borc alıbsa, həmin borcun məsuliyyəti həmin dövlətin üzərinə düşür. Yəni Azərbaycan Respublikası onu rəsmən öhdəlik kimi qəbul etmir. Təbii ki, onsuz da xaricdən pul alınarkən müəyyən sənədləşdirilir, alınma məqsədi göstərilir. Zaten bu belədir, amma yenə də maddi olaraq var. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Yoldaşlar, yəni nə deməkdir bu? Burada məqsəd budur ki, e, yəni dilimiz öz dilimizdir və bunu inkişaf elətdirir. Lüğətlər yaranır, digər inkişaf məsələlərini təmin edir. Əhalinin danışdığı başqa dillər də axı bizdə var. Məsələn, rus dili var, ingilis dili var, azsaylı xalqların dili var. Məsələn, talış dili var, ləzgi dili var. Yəni bir xeyli dil qrupları var da, düzdürmü? Bunların da inkişafını təmin edir. Həm də sərbəst işlədilməsini təmin edir. Niyə öz dilimizdə sərbəst işlədilmə sözü yoxdur? Zaten dövlətimizin dili Azərbaycan dilidir. Sərbəstdir ki, öz dilimizdir də, düzdürmü? Və öz dilimizin inkişafını təmin edir. Əhalinin danışdığı başqa dillərin həm sərbəst işlədilməsi, yəni sərbəst işlət, danış öz dilində, həm də inkişaf elətdir. Dərslik, məsələn, azsaylı xalqlarda indi bizdə rayonlar var ki, orada müəyyən sinifə qədər onların öz dili də tədris olunur. Bax, mahiyyət budur. Paytaxt Azərbaycan Respublikasının, baxın, dövlətinin yox, Azərbaycanın yox, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir. Yəni yoldaşlar, ölkənin mərkəzi, inzibati, siyasi və iqtisadi fəaliyyətləri Bakı şəhərində cəmləşir və paytaxt da həmin Bakı şəhəri hesab olunur. Digər məsələ isə dövlət rəmzləridir. Baxın, Respublikamızın dövlət rəmzləri hansılardır? Azərbaycan Respublikasının dövlət bayrağı, Respublikamızın dövlət gerbi, Respublikamızın dövlət himni. Testə düşəndə məhz belə düşməlidir. Təkcə gerb düşsə səhvdir. Təkcə bayraq düşsə səhvdir. Bu dəqiqə bayraq bütün kursların bayrağı var. Kim bir dənə MMC açır, ona tez bayraq yaradır. Ona görə bilinməlidir ki, haranın bayrağı Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin rəmzi hesab olunur. Bayrağımız bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yəni görmüsüzdə bayraqda rəngləri, yuxarı zolaq mavidir, orta zolaq qırmızıdır, aşağı zolaq yaşıldır. Bax, üç üfüqi zolaq odur. Diqqətlə fikir verin, burada mavi yazır. Göy düşsə səhvdir. Bəzən çoxumuz hətta bir çox dərsliklərdə, hətta orta məktəblərdə biz gördük ki, yazılarda hamısı göy yazılırdı, amma yanlışdır bu. Yəni göy rənglə mavi rəng fərqlənir. Bayrağımızdakı mavidir. Göy düşsə tez-tez səhvdir. Qırmızı zolağın ortasında, amma bayrağın hər iki üzündə ağ rəngli aypara və 8 güşəli ulduz təsvir olunub. Harda? Qırmızı zolağın ortasında. Bayrağın bir üzündə yox, hər iki üzündə. Bayrağın eninin uzunluğuna nisbəti 1-in 2-ədir. Bəzən testdə düşür ki, uzunluğun eninə nisbəti kimi. Onda 2-nin 1-i olacaq. Yəni uzun böyük olur, en yəni uzundan kiçik olur normalda. Bu formada. Yoldaşlar, konstitusiya qanunu söhbəti var. Konstitusiya qanunu konstitusiyada bir neçə yerdə keçir və biri də buradadır. Biz artıq belə deyək, uzun bir harasa bir 100-ə qədər təxminən 100-ə qədər deməyək, Milli Məclisə qədər olan maddələrdə konstitusiya qanunu sözünü demək olar ki, görmürük. Baxın, nədir? Bayrağın təsviri, Azərbaycan Respublikasının dövlət bayrağının təsviri, təsvir burada aiddir, yəni bu bayraq yanına da aiddir və sözü var çünki. Azərbaycan Respublikasının dövlət gerbliyinin təsviri konstitusiya qanununda müəyyən olunur. Həmçinin dövlət himninin musiqisi və mətni də konstitusiya qanununda müəyyən olunur. Yəni konstitusiya qanununda bütün bayrağa, gerbə, himnin musiqisi və mətninə aid bütün məsələlər orada öz əksini tapır. Hörmətli yoldaşlar, daha bir dərsin sonuna gəldik və biz burada maddə 7-dən 23-ə qədər maddələri izah elədik. Növbəti dərslərimiz də bu formada olacaq. Mən həm izahlı ifadələri, mənaları, cümlələri izah edirəm ki, həm müsahibəyə gedərkən sizə kömək eləsin, həm konstitusiyamızı öyrənmək baxımından olduqca əla variantdır bu. Həmçinin dövlət qulluğuna daha doğru, daha düzgün formada hazırlaşa bilərsiniz. Dərslərimiz
dərslərimizə yazıla bilərsiniz. Eləcə də bu kimi videoların davamını görmək üçün kanalımı izləyib videoda rəy yazasınız. Ən azından fikrinizi, sizin fikirlərinizi bilmək mənim üçün də maraqlı olar. Buyurun, növbəti video dərsimiz nədən olsun? Qeyd eləyin, o mövzuda video dərs çəkim. Sağ olun, özünüzə yaxşı baxın, uğurlar olsun inşallah. Yenə də daha bir video dərsdə görüşmək ümidi ilə. Çox sağ olun, görüşənədək.